Bir daha salam, davam edirik Güvən Test Bankından. Temperatur, orta kvadratik, kinetik enerji və orta kvadratik sürət. İdeal qazın hal tənliyi. A variantı, sual 1. Selsi şkalası üçün hansı ifadə doğru deyil? Deməli, biz bu testdə səhvləri axtarırıq. Birinci variantda deyilir ki, birinci bənddə deyilir ki, 0 nöqtəsi suyun donma temperaturudur. Selsi şkalası üçün bu doğrudur, amma biz səhvləri axtarırıq. 0 nöqtəsi suyun qaynama temperaturudur, səhvdir. 0 nöqtəsi təbiətdə mümkün ən aşağı temperatur, bu da səhvdir. 0 Kelvindir təbiətdəki ən aşağı temperatur. Düzgün cavab birinci sualda olmalıdır, D variantı. İkinci sual. Hansı cihazın köməyi ilə ideal qaz molekullarının orta kinetik enerjisini müəyyən etmək olar? Temperatur orta kinetik enerji ölçüsüdür. Ona görə də biz termometrlə temperaturu təyin edərik və bunlarda kinetik enerjini təyin etmək olar. Düzgün cavab D variantı. Üçüncü sual. Qazın temperaturu hansı cihazla ölçülür? Təbii ki, termometrlə. Temperatur termometrlə ölçülür. Düzgün cavab Y variantı. Dördüncü sual. Suya Kelvin və Selsi şkalalı 2 termometr salınmışdı. İstilik tarazılığı halında Selsi şkalası üzrə termometrin göstəricisi 50 dərəcə olarsa, Kelvində nə qədər olar? Kelvin şkalasından Selsidən Kelvinə keçmək üçün biz Selsinin üzərinə 273 gəlməliyik. Bu qaydaya əsasən 273-ün üzərinə 50 gəlirəm. 7-nin üzərinə 5, 12, bir yadda 323. Düzgün cavab 4-cü sualda Y variantı. 5-ci sual. Selsi şkalasında deməli temperaturun 7 dərəcə Selsi artması və bu delta T deməkdir. 7-dirsə Kelvin şkalasında delta T nəyə bərabərdir? Bizim bir qaydamız var idi. Selsi və Kelvin şkalalarında temperatur dəyişmələri bir-birinə bərabərdir. Ona görə bu dəyişmə elə Kelvin şkalasında da 7 Kelvin dəyişməyə uyğundur. Düzgün cavab B variantı. 6-cı sual. Hansı temperaturda molekulların istilik hərəkətinin orta kinetik enerjisi 0-a bərabərdir? Bu təbiətdə mümkün olan ən kiçik temperatur olan 0 Kelvindir. Düzgün cavab C variantı. 7-ci sual. İdeal qaz molekullarının orta kinetik enerjisi 2 dəfə artarsa, kinetik enerji 2 dəfə artarsa, ideal qazın temperaturu necə dəyişər? Kinetik enerji üçün bizim düsturumuz var idi, 2-də 3 KT. Kinetik necə dəyişirsə, temperatur da o cür dəyişir. Yəni 2 dəfə artar. Düzgün cavab olmalıdır. 7-ci sualda A variantı. 8-ci sual. Bir halından 2 halına keçəndə sıxlıq deyir, necə dəyişir? Gördüyümüz kimi bu prosesdə həcm sabitdir. Yəni proses izoxor prosesdir. Sıxlıq da ρ bərabərdir M böl V olduğu üçün verilmiş kütləli deyir, kütlə dəyişmir, izoxor prosesdir, həcm də dəyişmir. Onda təbii ki, sıxlıq da dəyişməz. Düzgün cavab 8-ci sualda A variantı. 9-cu sual. Otaqda olan termometrin göstərişi təsvir edilibdir. Biz havanın temperaturunu və cihazın xətasını tapmalıyıq. Bunun üçün hər iki tələbatı ödəmək üçün biz birinci növbədə cihazın bir bölgü qiymətini tapmalıyıq. Bir bölgü, 2 ən yaxın bölgü fərqi 10, bölgülər arasındakı xəttlərin sayı 10. Deməli, bir bölgünün qiyməti 1-dir. Onda xəta bir bölgünün qiymətinin yarısı 2-də 1, yəni 0,5-dir. Bəs cihazın göstəricisi neçə? Cihaz hal-hazırda buradadır. Havanın temperaturu nə qədərdir? Bura 25 dərəcə Selsiyə uyğundur. Çünki hər bir xəttin qiyməti 1-dir deyə bura gəlir 25-ə düşür. Düzgün cavab, niyə 27 yazıram? 25 deyib 27 yazıram. 25 dərəcə və 0,5 də xətadır. Düzgün cavab olmalıdır B variantı. Növbəti 10-cu sualımız. 45 dərəcə Selsini Fahrenheit ilə ifadə etməliyik. Biz bunun üçün Fahrenheit şkalası ilə Selsi arasındakı əlaqə düsturuna, yəni Selsidən Fahrenheitə keçid. Belə bir düsturumuz var idi. 5-də 9 T Selsi plus 32 bərabərdir. 5-də 9 vurulsun 45 plus 32. 45-i 5-ə 9 qaldı. 9-u 9-a 81, üstünə də 32.
3, 8 üstünə 3 elədi 11. 113 Farenheit elədi. Düzgün cavab 10-cu sualda olmalıdır. 113 Farenheit. 11-ci sual. Suya Farenheit və Selsi şkalalı 2 termometr salınmışdı. İstilik tarazılığı halında Farenheit şkalası üzrə termometrin göstəricisi 50-dirsə, Selsi də neçədir? İndi biz Farenheitdən Selsiyə keçid üçün olan düsturumuza nəzər yetirməliyik. Bunun üçün yazırıq T Selsi bərabərdir 9'da 5 Farenheit minus 32. Bu düsturdan istifadə eləyək. 50-dən əvvəlcə 32-ni çıxıram. 50-dən 32. 18. 9'da 5'i də vururam 18'ə. Bu da eləyir 10 dərəcə Selsi. Düzgün cavab olmalıdır 11-ci sualda 10 dərəcə Selsi. 12. Sualda deyilir, Kelvin şkalası üçün doğru ifadələr hansılardır? 0 nöqtəsi suyun donma səhvdir. 0 nöqtəsi suyun qaynama səhvdir. 0 nöqtəsi təbiətdə mümkün ən aşağı temperatur düzdür. 12-ci sualda düzgün cavab 3. 13-cü sualda deyilir ki, verilmiş kütləli ideal qazın temperaturunun qaz molekullarının konsentrasiyasına asılıq qrafikinə əsasən hansı kəmiyyətlərin qiyməti artır? Biz bunu təyin etmək üçün əvvəlcə özümüz verilən bu qrafikdən hansı kəmiyyətlər bizə məlumdursa, təyin edə biləriksə, əvvəlcə gəlin onları yazaq. Yəni, görürəm ki, konsentrasiya azalır. Konsentrasiya azalırsa, mən o dəqiqə bilməliyəm ki, həcm artır. Niyə görə? Çünki konsentrasiya N böl V-dir. Tərs mütənasibdir N ilə V. Qrafikdən görürəm ki, temperatur da artır. Deməli, bu proses həcm və temperatur artırsa, təzyiqin sabit qiymətində olan, yəni izobar prosesdir. İndi baxıram, məndən artan kəmiyyətləri soruşur. Qazın həcmi, bəli, artır. Qazın sıxlığı, həcm artırsa, sıxlıq azalmalıdır. Bu deyil. Qazın təzyiqi, burada qeyd elədik, dəyişmir, bu da deyil. Orta kinetik enerji, temperatur artanda orta kinetik enerji də artır, orta kvadratik sürət də artır. Düzgün cavab 1, 4, 5. 13-cü sualda. 14. Eyler-Venn diaqramında biz təzyiq və mütləq temperatur üçün variantları qeyd eləməliyik uyğun ardıcıllıqla. BSD vahidi Kelvin olan bu temperaturdur, Pascal olan təzyiqdir. Müsbət skalyar kəmiyyətdir. Bu təzyiqdir. Çünki temperatur, bircə dəqiqə bu mütləq temperatur deyirsə, burada Kelvini nəzərdə tutur. Kelvində mənfi yoxdur. Ona görə 3-cü ortaq cəhətdir. Həm təzyiq, həm mütləq temperatur. Selsi desəydi, o başqa. Selsin mənfisi var. Amma mütləq temperatur Kelvinin mənfisi yoxdur. 4-cü molekulların xaotik irəliləmə hərəkətinin orta kinetik enerjisinin ölçüsü bu temperaturdur. 4'ü də buraya yazdıq. Düzgün cavab belə olmalıdır. 15-ci sual. Boş xanalara uyğun ifadələr. P bərabərdir NKT. Bura T yazıram. T də bərabərdir 2Y kinetik bölünsün 3K. Yəni bu kvadrat da olur Y kinetik. Bu şəkildə keçdik B variantı. Birinci sual. Birinci sualda bizdən Boltzmann sabitinin əsas vahidlərlə ifadəsini soruşur. Biz deməli əsas vahidlərə keçid eləmək üçün əvvəlcə baxaq Boltzmann sabiti. Düsturu yadıma salıram. P bərabərdir NKT-dir. Burada K Boltzmann sabitidir. K bərabərdir. İndi siz başqa düsturlarda da keçid eləyə bilərsiniz. Mən hal-hazırda bu ağlıma gəldi. Ona görə bunu yazıram. Deməli, P Pascaldır, təzyiqin vahidi Pascaldır. Konsentrasiyanın vahidi 1 böl metr kubu. Metr kubu qalxdı kəsirin sürətinə. Burada da Kelvin. Yaxşı, Pascal nədir? Newton bölünsün metrin kvadratı. Vur metrin kubu böl Kelvin. Kvadratla kub getdi. Nə qaldı? Newton metr böl Kelvin. Əsas vahidə qədər davam edirəm. Newtonu açıram. Kiloqram, metr, nə kvadrat yazdım ki burada? Kiloqram, metr, bu metrdə kvadrat el olsun, bölünsün, saniyə kvadrat, vur Kelvin. Belə variant C bəndində verilib. Düzgün cavab C bəndi.
İkinci sual, -40 dərəcə Selsi Kelvin şkalasında hansı temperatura uyğundur? Ümumiyyətlə biz düsturumuz var idi. Kelvin, yəni Selsi verilibsə, biz Selsi plus 273-dən tapmalıyıq. Ona görə də burada necə yazırıq? 273 minus 40. Çünki burada -40 dərəcə verilibdir ona görə. Yəni düzgün cavab 233. Y bəndi. Üçüncü sual, verilmiş kütləli bir atomlu ideal qazı qızdırdıqda qaz atomlarının orta kinetik enerjisi 2 dəfə artdı. Kinetik enerji 2 dəfə artdı. Qazın son temperaturu, bunu belə veribsə yazıram. Y kinetik birinci halda Y kinetikdir. İkinci halda 2 Y kinetikdir. Qazın son temperaturu, yəni T1 bərabərdir T-dir. T2 bilirəm ki, o da 2 dəfə artır. 2T olur və 400 Kelvindir deyir. Bunu dəqiqliklə verir. Başlanğıc temperatur deyir nə qədərdir? Və buradan T-ni taparam 200 Kelvin. Elə o da başlanğıc temperaturdur. Düzgün cavab A variantı 3-cü sualda. 4-cü sual, başlanğıc təzyiq P1 bərabərdir 30 kilopascal. Qazın həcmi V1 bərabərdir 4 litr olan ideal qaz izotermik olaraq genişləndirilir. T konstant. Bu prosesin sonunda, yəni V2 6 litr olarsa, onun təzyiqini P2-ni soruşur. İzotermik Boyle-Marriott qanunumuz necə idi? P1 bölünsün P2 bərabərdir V2 bölünsün V1'dir. Mən buradan P2-ni tapa bilərəm. P1 V1 bölünsün V2. Yəni P1 V1 120, V2 6 elədi 20. Düzgün cavab C variantı 4-cü sualda. 5-ci sual. Sabit temperaturlu ideal qazın 20% balondan çıxarsa təzyiq necə dəyişir? Bax, qeyd edeyim ki, İstər müəllimlər, istər abituriyentlər əsas səhv elədikləri məqam bu olur ki, qazın 20% çıxardanda bəziləri həcmi 20% azaldır, bəziləri sıxlığı. Amma burada elə deyil. Balon deyirsə bizə, balon, bu ağzı bağlı balon nəzərdə tutulur. Və ağzı bağlı balondursa, burada həcm sabit qalır. İlk yazacağımız ifadə bu olmalıdır. V konstant. Yəni ağzı bağlı balonun içərisindən sən nə qədər havanı çıxarırsan çıxar, həcm dəyişmir axı. Qaz olduğu qabın həcmini tutur həmişə. Yəni mən balondan qazı çıxardıramsa onun kütləsini azaldıram əslində. Digər fiziki kəmiyyətlərdən söhbət getmir. Yazıram, M1 bərabərdir M idi əvvəlcə. M2 bərabərdir 1 M-i 20%. 0.2 vahid azaldıram. 0.2 qədər azaldıram. Onda 0.8 M qalır ikinci halda. Deyir, təzyiq necə dəyişir? Düsturumuz var idi axı bizim. PV bərabərdir nö RT. Nö'nün içində kiçik M böl böyük M var. İndi bir də bilirik ki, nö, yəni M necə dəyişir? Nö də o cür dəyişir və P də o cür dəyişir. Düz mütənasib asılıdır. Əvvəlcə P1 P idi. P2 oldu. 0.8 P. Necə dəyişdi? 1,25 dəfə azaldı. Düzgün cavab D variantı. 6-cı sual. Bağlı qabda olan qazın, yenə bağlı qab sözü gördüm V konstant. Təzyiqi 3 dəfə azalarsa, P1 bərabərdir, mən həmişə belə yazıram, kəsir olmasın deyə, P2-ni P yazıram. 3 dəfə azalarsa, orta kvadratik sürət deyir, necə dəyişər? Orta kvadratik sürət. Bilirik ki, orta kvadratik sürət mütənasibdir kök altında PV ilə. Yəni V-ni dəyişmirəm, P-ni 3 dəfə azaltdımsa, kök altında 3 dəfə azalmalıdır. Düzgün cavab 6-cı sualda Y variantı. 7-ci sual. Balondan qazın yarısı, balon V konstant. Qazın yarısını buraxsaq, necə yazıram? M1 bərabərdir 2M idisə, ikinci halda yarısı qaldı, M qədər qaldı. Balondakı qazın təzyiqi necə dəyişər? Bayaq qeyd elədik, PM ilə düz mütənasibdir. O da 2 dəfə azalar. Düzgün cavab A variantı. 8-ci sualla davam edirik. Sualda deyilir, verilmiş kütləli ideal qazın izotermik T konstant
Genişlənmə V artır. Prosesi zamanı kəmiyyətlərdən hansı və ya hansıları sabit qalar? Mən konstantları axtarmalıyam. Qazın sıxlığı, bu sabit qalmır. Çünki həcm artırsa sıxlıq azalır. Bu deyil. Orta kvadratik sürət, bəli, orta kvadratik sürət sabit. Çünki temperatur sabitdir, kinetik enerji sabitdir, o sabitdirsə sürət sabitdir. Qazın həcmi, burada onsuz da genişlənmə deyil, bu da deyil. Yəni, yalnız 2 düzgün cavab. 8-ci sualda D variantı. 9-cu sual. İdeal qaz molekullarının konsentrasiyası 3 dəfə azalanda, N 3 dəfə azalanda. Molekulların irəliləmə hərəkətinin orta kinetik enerjisi də 3 dəfə artanda, bizdən soruşur ki, qazın təzyiqi necə dəyişər? Yaxşı, konsentrasiya 3 dəfə azalırsa, mən bilməliyəm ki, həcm 3 dəfə artır. Kinetik enerji 3 dəfə artırsa, bu o deməkdir ki, temperatur da 3 dəfə artır. Yaxşı, həcm 3 dəfə artır, temperatur da eyni qədər artır. Bu hansı prosesdir? Təbii ki, izobar prosesdir. Gey-Lussak qanunu konstant. Ona görə dəyişməz olmalıdır. Düzgün cavab A variantı. 10-cu sual. Verilmiş növ bir atomlu ideal qazın sıxlığının qaz atomlarının konsentrasiyasından asılılıq qrafiki. Burada məcbur deyil biz bütün düsturları əzbər bilək ki, sıxlıqdan konsentrasiyaya gələk. Yəni, mən bilirəm ki, sıxlıq həcmlə tərs mütənasibdir. Və konsentrasiya da həcmlə tərs mütənasibdir. Belə yaza bilərəm. Onda alırammı ki, sıxlıq konsentrasiya ilə düz mütənasibdir? Düzgün cavab 10-cu sualda B variantı. 11-ci sual. Selsi və Kelvin şkalası arasındakı asıllıq qrafiki hansıdır? Burada nəyə diqqət yetirməliyik? Bilməliyik ki, Kelvinin sıfırı Selsinin mənfi 273-ünə uyğun gəlməlidir. Selsinin də sıfırı Kelvinin müsbət 273 dərəcəsinə uyğun gəlməlidir. Bu qrafikə baxın, A variantında verilib. Həqiqətən Selsidə 0, Kelvində 273-dür. Kelvin də 273, Selsidə, demək, daha doğrusu Kelvində 0, Selsidə mənfi 273-dür. Düzgün cavab bu şəkildə. A variantı. 12-ci sual. 12. Verilmiş kütləli ideal qazın izoxor prosesdə sıxlığının təzyiqdən izoxor dediyi üçün həcm dəyişmir. Həcm dəyişmirsə sıxlıq da dəyişmir. Ona görə də asılı deyil. C variantı. 13. Bizdən soruşur ki, izobar genişlənmə P konstant, həcm artırsa, konsentrasiyanın temperaturdan asılılığı, həcm artırsa konsentrasiya azalmalıdır və temperaturda baxıram, izobar prosesdə həcm artırsa, Gey-Lussak qanunu necə idi? Temperaturda artmalıdır. Deməli, görürəm, konsentrasiya azalmalıdır, temperaturda artmalıdır. Deməli, bu tərs mütənasiblikdir. A-da da D-də də tərsdir, amma mən oxlara diqqət yetirməliyəm. T-nin artanı, N-in azalanı D variantında verilib. Düzgün cavab D bəndi. 14-cü sual. İdeal qazın izotermik genişlənməsinə uyğun qrafik hansıdır? İzotermik. Deməli, ideal qazın izotermik genişlənməsinə uyğun qrafik hansıdır? İzotermik T konstant olmalıdır. Genişlənmə deyirsə həcm artmalıdır. Mən konsentrasiyaya baxmalıyım. Deməli, konsentrasiya azalmalıdır. T konstant, konsentrasiya azalan A variantı. 14-cü sualda düzgün cavab A bəndi. 15. İzoxor qızma. İzoxor gördüm. V konstant. V konstantdırsa N də konstantdır. Qızma deyir, T artmalıdır. Deməli, T artırsa P də artır. N konstant, P artan. C variantı. 16. İzotermik sıxılma. T konstant. Sıxılma deyirsə V azalır. Mən nələrə baxmalıyam? P-lərə və N-lərə baxmalıyam. Deməli, V azalırsa P artır.
V azalırsa N də artır. Deməli, düz mütənasib hər ikisi artan B bəndində verilir. 17. Bizdən nəyi soruşur? İzotermik genişlənmə. T konstant, V artan. Nələrə diqqət etməliyəm? P-lərə, R-lara. Deməli, baxıram, V artırsa P azalır, V artırsa R da azalır. Yəni, hər ikisi, P və R-nun hər ikisi azalanı. Düz mütənasib hər ikisi azalan A variantı. 18. Qrafikdən görürəm ki, V konstantdır, T də artır. T artır. Yaxşı, V konstantdırsa, N də konstantdır. Bunu bildim. N konstant olan, onsuz yalnız A bəndindədir. Həqiqətən də bu T artanda P də artır. Onsuz da A variantı 18-də. 19-da P konstantlı T artır. Məndən kütlə və temperatur arasındakı asılılığı soruşur. Burada görürəm ki, T artır. Variantlarımda T artmalıdır. P artırsa, deməli, bu ideal qaz üçün həcmin sabit qiymətindədir. Bu əsas məqam budur ki, həm P konstantdır, həm V konstantdırsa, artıq bu heç bir izoproses deyil. Hər ikisi sabitdirsə, mən baxmalıyam PV bərabərdir nü RT düsturunda. Bu hasil konstantdır. Onda baxıram ki, nü temperaturla tərs asılıdır. Yəni, temperatur artanda nü azaldığı üçün kütlə də azalmalıdır. Yazıram, kütlənin azaldığı, temperaturun da artdığı qrafik. Deməli, bu tərs mütənasib olan C variantı olmalıdır. 20-ci sual. Sualda deyilir, verilmiş qrafikə əsasən, deməli, nə görürəm qrafikdən? N artır. O dəqiqə yazıram, N artırsa V azalır. Bunlar ikisini birlikdə düşünməliyik. Sonra qrafikdə görürəm ki, P də artır. V azalır, P artırsa, deməli, bu izotermik prosesdir. İzotermik prosesdə kinetik enerji sabit qalmalıdır. Cavab ya A-dır, ya B-dir. İndi nəyə baxıram? Rho-ya baxıram. V azalırsa, Rho artmalıdır. Artan hansıdır? B bəndi. Ona görə düzgün cavab B variantı. 21-ci sual. Qrafikə əsasən biz həcm və T kəmiyyətlərini təyin etməliyik. Kinetik enerji sabitdirsə, mən bilməliyəm ki, T də sabitdir. Yəni, izotermik prosesdir, P də artır. P artırsa, V neyinir? V azalır. Deməli, T'nin konstantında V azalan. T'nin konstantında V azalan Y variantı 21-ci sualda. 22. Qrafikdən nə görürəm? Görürəm ki, konsentrasiya artır. O dəqiqə deyirəm ki, V azalır. Bunlar belə. T də azalır. T də azalır. Konsentrasiya artır. V azalır. Niyə yazdım ki burada? Burada V konsentrasiya artırsa V azalır da düzdür da. V də azalır, T də azalır. Deməli, bu izobar prosesdir. İzobar prosesdir. Mənə həcm və T-ni təyin eləmişik da, hər ikisi azalır. Hər ikisi azalan 22 Y variantı. 23. Haradadır burada. 23. Nə görürəm qrafikdən? Görürəm ki, konsentrasiya azalır. O dəqiqə deyirəm, həcm artır. Sonra T-də konstantdır. T konstantdır. Məndən də elə V-T-ni soruşur. Tapmışıq elə. T konstant olan A-dadır, B-dədir. Amma V-nin artanı. Ona görə B-ni götürməliyim 23-də. 24. Qablardakı suların kinetik enerjilərini müqayisə etmək deyir. Həmişə yadımızda saxlamalıyıq ki, kinetik enerji ancaq və ancaq temperaturdan asılıdır. T necədir ideal qazlarda? Kinetik enerji də o cürdür. T1 T2-yə bərabərdir, ən böyüyü də T3-dür deyə. Y1 də Y2-yə bərabərdir, ən böyüyü də Y3-dür. 24-də düzgün cavab C variantı. 25. 25-ci sualda nə görürüksə yazırıq. Görürəm ki, təzyiq artır.
Həcm azalır. Deməli, bildim ki, bu izotermik proses Boyle-Marriott qanunudur. Yaxşı, konsentrasiyanın temperaturdan, bax, buradan konsentrasiyanı tapa bilirəm. V azalırsa konsentrasiya artır. Mənə lazım olan bu ikilikdir. T konstant olan qrafik D variantında və Y-də verilib. Ancaq konsentrasiya artanı D-də verilib. Düzgün cavab D bəndi. 26. Yenə temperaturlarla kinetik enerji arasında əlaqədir, amma burada biz bilməliyik ki, 300 Kelvin neçə dərəcə Selsidə? 273 çıxmalıyıq, 300-dən 273, onda 27 dərəcə Selsi qalır. Elə bir biz 30, 30 və 27-ni müqayisə edirik, onda görürük ki, Y1, Y2-yə bərabərdir, amma onlar Y3-dən böyükdür. 26-da düzgün cavab C variantı. 27. Qrafikdə deyir ki, hansı hissə izotermik sıxılmadır? İzotermik sıxılma həcm azalmalıdır. Amma konsentrasiyanın temperaturu. İzotermik deməli ya 1,5-dir, ya 1,2-dir. Həcm azalanda, baxın, konsentrasiya artmalıdır. Deməli, bu 1,2-dir ki, T sabitdir, konsentrasiya da artır. 27-də düzgün cavab C bəndi. 28-də nə soruşur? Deyir ki, hansı nöqtədə həcm ən böyükdür? Və bizim belə bir asıllığımız var idi da, T ilə düz, P ilə tərsdir. Bax, V-nin böyüyünü axtarıramsa, kəsirin sürəti böyük, məxrəci kiçik olmalıdır. Yəni, T-nin böyüyü hardadır? 2 və 3-də. Bəs P-nin kiçiyi hardadır? 4 və 3-də. Onda kəsişmə nə oldu? Kəsişmə 3 oldu. Düzgün cavab 28-də C bəndi. 29. Bizə deyir ki, bir halından iki halına keçəndə orta kvadratik sürət necə dəyişər? Orta kvadratik sürət kök altı PV ilə düz mütənasibdir. Yəni, əvvəlcə birinci halda V1 kök altında 9, 3 ilə mütənasibdir və ikinci halda 1 ilə mütənasibdir. Necə dəyişdi? 3 dəfə azaldı. Düzgün cavab 29-da B bəndi. 30. İndi deyir ki, bir halından iki halına keçəndə qazın sıxlığı necə dəyişir? Görürəm ki, PT-dən düz mütənasibdirsə, deməli bir izoxor prosesdir bu proses. Onda sıxlıq da dəyişməməlidir, konstant. Yəni 30 Y variantı. 31. İki eyni qapalı qabda M və 5M kütləli hidrogen qazı var. Hər iki qabda təzyiq eyni olarsa T1 bölü T2 nisbətinin. Yaxşı, təzyiq hər iki qabda təzyiq eynidir. Yəni P1 bərabərdir P2-dirsə, onda T-ləri bizdən soruşur. İki eyni qapalı qab. Eyni qapalı qab V1 bərabərdir V2 deməkdir. V1 də eynidir V2-də. Deməli biz nə etməliyik? İdeal qazın hal tənliyi PV bərabərdir μRT-dən. T-ni tapıram. Mendeleev-Clapeyron tənliyindən μR. Yəni, mən görürəm ki, temperatur nü ilə tərs mütənasibdir. Yəni, T1 böl T2 bərabərdir M2 böl M1-dir və 5-ə bərabərdir. 31-ci sualda düzgün cavab B bəndi. 32. Hansı prosesdə qazın sıxlığı azalır? Mən baxıram qazın sıxlığının azalması, sıxlığının azalması üçün həcm artmalıdır. Həcm nə vaxt artır? P konstant olub, T artanda artır, 1,4-də artır. Bir də T konstant olub, P azalanda, yəni 1,5-də. 1,4, 1,5. Düzgün cavab C variantı. 33. Hansı prosesdə qaz molekullarının konsentrasiyası ən kiçikdir? Yaxşı, konsentrasiya N, düsturumuz necə idi? N bölünsün V. Həcmlə tərs mütənasibdir. Yəni,
Mən konsentrasiyanın ən kiçiyini axtarıramsa, həcmin ən böyüyünü axtarmalıyam. Həcmin düsturuna gələk. T böl P-dir. Deməli, mənə lazımdır həcmin böyüyü. Həcmin böyük olması üçün T-nin konstantında P kiçik olmalıdır. Yəni, T-nin konstantında belə bir konstant xətti uzatsaq, bu məsələləri bu cür həll edirik. Ya buradan konstant xətti belə uzat, nəyə axtarırsan indi? Deyirsən T konstantsa, mən P-nin kiçiyini, deyirəm P-nin kiçiyi de 5-dir. Deməli 5 imiş. Ya da ikinci bir qayda, istəyirsənsə, belə elə, P-ni konstant saxla, P-ni konstantda. İndi baba bunu buradan da çəkə bilərəm. P-nin konstantında T harda ən böyükdür? Görürəm ki, ən böyük 5-dədir. Onda deyirəm, yenə də Y variantı. Yəni 33-də düzgün cavab Y bəndi. 34. Sualda deyilir, verilmiş kütləli ideal qazlarında gedən prosesə əsasən hansı və ya hansıları doğrudur? Mən gedən prosesi əvvəlcə analiz edeyim. P artır, sıxlıq da artırsa V azalır. Deməli, bu izotermik prosesdir. T konstantdır. Yaxşı, indi baxın. Temperatur sabitdir, düzdür. Temperatur azalır, səhvdir. Həcm azalır, düzdür. 1, 3. Düzgün cavab 34-də B bəndi. 35. Qrafikə əsasən düzgün variantları seçməliyik. Mən əvvəlcə düzgün, daha doğrusu qrafikdən bildiklərimi yazıram. N sabitdirsə, yazıram ki, V də sabitdir. Deməli, bu izoxor prosesdir, Şarl qanunu. T artırsa, P də artır. Özüm üçün bunları qeyd elədim. İndi baxıram. Həcm deyir ki, artır, xeyr, sabitdir. Həcm azalır, xeyr, sabitdir. Temperatur azalır, xeyr, temperatur artır. Təzyiq artır, bəli, buradan yazmışıq, təzyiq artır. Düzgün cavab 35-də D bəndi. 36-da. İdeal qaz izobar olaraq P konstant 600 Kelvindən 300 Kelvinə qədər soyudularsa, deməli temperatur 2 dəfə azalıbdırmı? Bir sıxlıq necə dəyişir? Temperatur 2 dəfə azalıbsa, həcm də 2 dəfə azalır. Həcm 2 dəfə azalanda sıxlıq 2 dəfə artır. 2 dəfə artar hardadır? Y-dədir. 36 Y. 37. İzoxor harda deyir izoxor soyuyur? Mən baxıram ki, izoxor prosesdə PT-dən düz mütənasib olmalıdır. Bu xəttin üstündəkilər ya bir 5-dir, ya bir 3-dür. Soyuma deyirsə, təbii ki, T azalmalıdır, 1, 5. 37 D variantı. 38. Hansı hissəsində qazın sıxlığı dəyişmir? Sıxlıq dəyişməməsi üçün, sıxlığın sabit qalması üçün V konstant olmalıdır. V konstant olanda PT-dən düz mütənasib asılıdır. Düz mütənasib koordinat başlanğıcından keçən xətlərdir. Deməli, həm AB, həm CD. Düzgün cavab 38, daha bəndim. 39. Bizə deyir ki, hansı proses zamanı sabit qalan kəmiyyətlər axtarırıq. N konstantdırsa, bildim ki, V də konstantdır. V də konstantdır. Deməli, burada həcm sabit qalır. Təzyiq, xeyr, təzyiq temperatur artdığı üçün təzyiq artır. Orta kvadratik sürət isə temperatur artdığı üçün o da artır. Yalnız həcmdir sabit qalan. 39 C bəndi. 40-cı sual. Temperatur 55 dərəcə olan cisim Fahrenheit və Kelvin şkalasında neçədir? Fahrenheiti hesablamaq üçün nə edirik? Deməli, yazırıq 5-də 9, Celsi plus 32. Buradan tapıram ki, Fahrenheit bərabərdir. 5-də 9 vurulsun 55 plus 32. Yəni 99 plus 32. 1 yaddır. 9-un üstünə 2. 11 1 yadda. 12 13. 131 Fahrenheit. İndi Kelvində. Kelvini tapmaq üçün nə edirik? Kelvini tapmaq üçün Celsinin üzərinə 273 gəlirik. Yəni 273 plus 55. 8, 2, 1 yadda 328.
Düzgün cavab 40-da C bəndi. 41. Otağın temperaturu 30 dərəcədir. Fahrenheit şkalası ilə ifadə elə. Yenə də eyni qaydada yazıram 5-də 9 Celsi plus 32, yəni 5-də 9 vur 30 plus 32. 30-u 5-ə böldüm, ixtisar elədim 6, 6 dəfə 9 54, 54-ün üstünə də 32 gəlirəm 86. Düzgün cavab 41-də A variantı. 42-ci sualda deyilir ki, qrafika əsasən biz doğru ifadələri tapmalıyıq. Əvvəlcə mən qrafikdən görürəm ki, proses izoxor prosesdir. Kinetik enerji artırsa T də artır, T artırsa P də artır. İndi baxın, qazın təzyiqi deyir azalır, xeyr, artır. Konsentrasiya dəyişmir, bəli bu düzdür. V konstantdırsa o da konstantdır. Orta kvadratik sürət artır, düzdür, çünki kinetik enerji də artır. Düzgün cavab 42-də A bəndi. 43. Bir halından iki halına keçirmək üçün qazda olan maddə miqdarını necə dəyişmək lazımdır? Təzyiq sabit qalmaqla. Görürəm ki, təzyiq sabit qalmalıdır, şərtdən görürəm. Qrafikdən də görürəm ki, həcm də konstantdır. Deməli, T-nin M-dən maddə miqdarından asılılığı. Mendeleyev-Klaperon tənliyi PV bərabərdir nü RT-dən, nü T ilə tərs mütənasibdir. Temperatur 4 dəfə azalırsa, maddə miqdarı 4 dəfə artmalıdır. 43-də düzgün cavab D bəndidir. 44. PV diaqramının hansı nöqtəsinə verilmiş kütləli ideal qazın ən böyük temperaturu uyğundur? T-nin asılı olduğu kəmiyyətlər hansıdır? T həm P ilə, həm V ilə mütənasibdir. Mən axtarmalıyam həm P-nin böyük, ən böyük 2-3-dür, V-nin də ən böyük 3-4-dür, kəsişmə 3-dür. Yəni, düzgün cavab C variantı 44-dən. 45-ci sual. Sualda deyilir, ideal qazanın 5 halı şəkildəki nöqtələrlə qeyd edilmişdir. Harda qazın sıxlığı ən böyükdür? Sıxlıq ρ bərabərdir M böl V-dir. Həcmlə tərsdir. V-nin mən böyüyünü axtarıramsa, ρ-nun böyüyünü axtarıramsa, V-nin kiçiyini axtarmalıyam. Bu bir nöqtəsidir. Yəni 45-də düzgün cavab Y variantı. 46. Balonda 10^5 Pascal təzyiqdə qaz var. Yazıram P bərabərdir 10^5. Qazın yarısı balondan çıxarılarsa, M1 bərabərdir 2M, M2 bərabərdir M. Yarısı çıxdı. Təzyiq deyir nə qədər oldu? Təzyiq maddə miqdarı ilə, o da kütlə ilə düz mütənasibdir. 2 dəfə azaldısa, o da 2 dəfə azalar. Yəni, ikinci halda P bölünsün 2-yə bərabərdir. 10 vur 10^4, 10^5-i belə yazıram. Bölünsün 2, 5 vur 10^4 qalar. Yəni, düzgün cavab 46-da B bəndi. 47. Sualda deyilir ki, sabit temperaturda ideal qazın bir halından iki halına. Deməli, həm P konstantdır, qrafikdən bunu görürəm. Həm də şərtdədir ki, sabit temperaturda, deməli T də konstant olmalıdır. Bir halından iki halını keçirmək üçün kütləni necə dəyişmək lazımdır? Yenə PV bərabərdir nü RT düsturundan. Nüyə baxıram ki, PV böl RT-dir. Sabit olan kəmiyyətlərim həm P-dir, həm də T-dir. Onda baxıram, deməli nü V ilə düz mütənasibdir. V-ni görürəm ki, 3 dəfə artırmışamsa, 3 dəfə artıbsa, M də 3 dəfə artmalıdır. Ona görə 3 dəfə artırmaq olmalıdır. 47-də Y variantı. 48. Bir halından iki halına keçəndə kütlə necə dəyişir? Sabit həcmdə. Qrafikdə görürəm P konstantdır. Sabit həcmi də şərtdə veribdir. Yenə də PV bərabərdir nü RT-dən. Görürəm ki, nü T ilə tərs mütənasibdir. Temperatur 4 dəfə azalıbsa, kütlə 4 dəfə artmalıdır. 48 A bəndi. 49. 49-da nə deyir? Sabit həcmli konstant. Qazın halının dəyişmə qrafikləri göstərilmişdir. 1, 2, 3 nöqtələrinə uyğun kütlələr arasında hansı əlaqə var?
Yenə də yazıram. Kütlə elə maddə miqdarıdır da. PV bölünsün RT. Həcm sabitdir. Həcmlə işim yoxdur. İndi baxıram. 1-2 prosesində T də sabitdir. T sabitdirsə, növ P ilə düz mütənasibdir. Deməli, P 1-də daha böyük olduğu üçün, deməli, M də 1-də daha böyükdür M2-dən. İndi 2-dən 3-ə baxıram. 2-dən 3-də nə sabitdir? P sabitdir. V onsuz da sabitdir. Deməli, T ilə tərs mütənasibdir. T'nin böyük olduğu 3, M-in kiçik olduğudur. M3, M2-dən kiçikdir. Yəni, M2 böyükdür. Onda ən böyüyü hansı oldu? Ən böyüyü M1 oldu. Ən kiçiyi M3 oldu. Aralıq halda M2. Düzgün cavab A variantı 49-da. 50-də deyir ki, suya Fahrenheit və Celsius şkalalı 2 termometr salınmışdı. İstilik tarazlığı halında Fahrenheit şkalası üzrə termometrin göstəricisi Celsius şkalası üzrə göstəricidən 3,7 dəfə çoxdur. Bu o deməkdir ki, mən yazıram ki, deməli Fahrenheit Celsiusdən çoxdur. T Celsiusini bərabərdir T yazıramsa, T Fahrenheit'i nə yazıram? 3,8 T yazıram. Suyun temperaturunu dərəcə Celsius ilə neçə dərəcədir deyir. Yenə Fahrenheit düsturumuz necə idi? 5-də 9 Celsius plus 32. İndi mən Fahrenheit'in yerinə nə yazacağım? Buradan yazacağım ki, 3,8 T bərabərdir 5-də 9 T plus 32. Yəni 9-u 5-ə bölüb, bunu hazır yazın, 1,8. 1,8 T'dir. Onda 3,8-dən 1,8-i çıxıram, eləyir 2T bərabərdir 32. T də bərabərdir 16. Yəni 50-ci sualda düzgün cavab 50-də olmalıdır 16 dərəcə Celsius. 51. 51-də nə soruşur? 1-2, 2-3, 3-1 keçidinə uyğun biz verilən variantları uyğunlaşdırmalıyıq. Əvvəlcə baxaq A variantı. Qaz atomlarının konsentrasiyası artır. Harda qaz atomlarının konsentrasiyası artır? Həcm azalanda. Harda azalır? 2-3-də. Deməli, A-nı gətirib qoyuram 2-yə. Konsentrasiya sabit qalır. Harda sabit qalır? İzoxor prosesdə. İzoxor 1-3-dür. Deməli, B-ni gətirib qoyuram 1-3-ə. C variantına baxıram. Orta kinetik enerji artır. Nə vaxt artır? T artanda. T 1-2-də artır. Ona görə D-ni gətirib qoyuram 1-ə. Daha doğrusu D-ni yox, C-ni. C-ni. Hələ D-yə baxmamışıq. D-yə indi baxırıq. Orta kinetik enerji harda azalır? T azalanda. T 3-1-də azalır. Ona görə D-ni 3-1-ə qoyuram. Y variantı kinetik enerji sabit qalır. Bu T konstant olan 2-3-ə düz gəlir. Y-ni də bura qoyuram. Yəni C, A, Y, B, D. 51-ci sualda düzgün cavab. Və bu variantın ən axırıncı sualı, 52-ci sual. Bizə deyilir ki, ideal qazın mütləq temperaturunun molyar kütlədən asılılıq qrafikinə əsasən orta kvadratik sürəti artan sıra ilə düzün. Onda biz orta kvadratik sürəti yadımıza salsaq, V bərabərdir 3 RT böl M idi. Bizə lazımdır artan sıra. Yaxşı. V-nin ən çoxunu axtarıramsa, M-in ən kiçiyi, T-nin ən böyüyü. M-in ən kiçiyi 1, T-nin ən böyüyü 1-2. Deməli, ən böyük V1-dir. Ən kiçiyi olsa, V-nin ən kiçik olması üçün M ən böyük, T ən kiçik olmalıdır. M-in ən böyük 2, 3-dür, T-nin ən kiçik 3. Deməli, ən kiçiyi də 3-dür. V3-dür. Aralıq V2-dir. Artan sıra dediyi üçün əvvəlcə V3, sonra V2, ən böyüyü də V1. Bu şəkildə olmalıdır.